Salam, abituriyentlər, 10-cular. Bu günlərim keçirmiş ATK-nın buraxılışlarını verəcəyəm. Bu vaxt itirmədən başlayaq. Birinci sualımız sadələşdirməyə aid bir sualdır. Buradan biz öyrəşmişik ki, rasional kəsildə tənasüb qurmalıyıq. O zaman 10 çıxılsın 15b bərabərdir 2a plus 2b'yə. Bu zaman 8a nəyə bərabər olur? 17B'ye. O zaman buradan bu öz yerində qalsın. Görə yuxarıdan nəsə edə bilərəm. Yuxarını da müxtəsər kimi parçalasaq. A çıx B, A plus B bölünsün A plus B'nin kvadratı. Bunu da bir ixtisar edərsək qalar nə? A çıx B bölü A plus B. İndi A buradan bərabərdir nəyə? 17K'ya. B də bərabərdir 8K'ya. Aparıb yerinə yazsaq. O zaman 17 ilə 8-in fərqi bölünsün 17 ilə 8-in cəmi. Bu dediğim neçə? 25K'da e, 19 sadəcə 9K. K'lar ixtisar edir. Bu deyir 0,36. Bu deyir Y variantı. 32 dərəcə ölçüsü düz bucaqdan 2 dəfə kiçikdir. Deməli düz bucaqdırsa 90 dərəcədir. 90-dan 2 dəfə kiçikdirsə o zaman 45-dir. 45-in də qonşusu 45-in üstünə nə gəlsə müsəşşad edir. Bu deyir neçə? 135 D variantı. 33 ABC bir-birindən fərqli sadə ədədlərdir. AB hasili cütdür. Sadə ədədlər deyirsə və biri cütdürsə o zaman hökmən biri 2-dir. A-nın C-nin cəmi isə tək ədəddir. İndi baxaq biz tək ədəd 2 ədədin cəmi nə vaxt tək eləyər? Tək ilə təkin cəmi bu həmişə məsələn 3 üstü gəl 5 8 cüt edir. Amma cüt ilə təkin cəmi bu tək eləyir. O zaman AB və A plus C-də A təkrarlandığına görə deməli A2-dir. Və bizə nə deyir? Cəmin ən kiçik qiymətini tapın. Deməli, sadə ədəd bir-birindən fərqlidir. Az 2-dirsə, biz B-yə ən kiçik, cəmin ən kiçik olması üçün elementlər də ən kiçik olmalıdır. O zaman 2, 3, 5 ədədlərlə A 2-dirsə, B 3, C 5-dir. O zaman 3 əlində 5-in cəmi heçəndə neçə eləyər? 2-də 8 eləyər. 34 belə bir ifadə verib. Bu ifadənin sadələşdir. Bunu vurub aça bilərik. Amma çox qısa yol var. E, Onsuz kvadratı belə deyək də mənfi də kvadrat müsbət edir, müsbətin də kvadrat müsbət edir. Biz bunun üstündə cüt dərəcə olduğuna görə 3 çıxılsın A yaza bilərik. Fərqi yoxdur. Baxın görüm ki, bu ifadə nədir? Birincinin kvadratı, hansının ikincisi ikincinin kvadratı. Demək bu yekunda iki dənə ifadənin cəminin kvadratıymış bu formada. Bunun içərini sadələşdirsəm eləyəcək 2 A-la A islah olacaq. 2-nin kvadratı yekunda bu da eləyər 4. 35 bu ifadəsinin cəminin dərəcəsini tapın. Belə baxanda M-in dərəcəsi 9-dur, N-in dərəcəsi də 9-dur. Amma baxıb görüm ki, bu iki hədd eynidir. Yəni əksdir daha doğrusu. O zaman mən M-ni toplayanda bunlar islah olub gedəcək. Qalacaq nə? 2 dənə x üstü 4, y üstü 4, 2 dənə y üstü 6 plus 15. Hə, indi məndən n plus n soruşduğuna görə o zaman n plus n dərəcə neçə qalır? 8. Bu cavabda eyni bir düz xətt üzərində olan nöqtələrin sayının asılı oluşu olan cədvəl verilib. C-ni tapın deyir. A 12-dirsə o zaman biz bilirik ki, nöqtələrin sayının kimisi şuaya bərabərdir. O zaman buradan alınır ki, A 6-dır, B 8-dir. 2A plus 3B-ni hesablasaq 12 plus 24 36 eləyir. Şu anda sayı tapanda 36-nın kimisidir? 72. Y variantı. 37 ədəd oxundu 8,2-dən sağda yerləşən ilk cüt ədəd. Əgər 8 buradırsa, 8,2 buradırsa, o zaman 9 burada, 10 da burada. Buna sağda yerləşən ilk cüt ədəd 10-dur. 7,1-dən solda yerləşən, tutaq ki 7,1 buradırsa, o zaman 7 də buradır. Amma 6 buradır, 5 buradır. Amma 7,1-dən solda yerləşən ilk cüt ədəd, tək ədəd 7-dir. İndi 17-dən neçə vahid böyükdür? O zaman ondan da 7-ni çıxırıq, eləyir 3D variantı. 38 sadələşdirmə tipli sualı. Kəsr mötərizəli ifadə varsa biz birinci mütləq mötərizədə yəni hesablamalıyıq və onu da kəsrlərdirsə, ayrı-ayrı cəmdirsə bir kəsrə gətirməliyik. Yəni A plus 6-da o zaman bunun da məxrəci 1-dirsə, ortaq A plus 6 olacaq. Çarpaz vursaq, onlar A kvadratı plus 6A plus 9.
Qısacası bu A plus 3'ün mötərizə kvadratı böl A plus 6'dır. İndi bunu da bölmədsə tərsinəsinə vuracağıq. A kvadratı plus 3A sıx 18. Bunu da A sıx 3 A plus 3 kimi aça bilərik. A plus 3'ün biri buradan gedər. Yuxarını da parçalasaq hasılı mənfi 18 cəmi 3 kimi və yaxud bunu A vura. Bunu da biz cəmi 3 olan ədədlər kimi də yaza bilərik. 6 və mənfi 3 yaza bilərik. Baxın görürəm ki, çarpaz vurub toplayanda ortadakı hədd alınır. O zaman qabaq-qabağa toplamaq olar. Deməli, yerdə qalan ifadə nə qaldı? A plus 3, A plus 6 nisbəti vurulsun. A plus 3, A minus, A plus 6. Bir dəqiqə, burada A minus 3'dür. Bu vurul. A plus 6 hasılı bölünsün 6 çıxılsın 3. Sadələşdirsək görək nə qalar? A plus 6 buradan gedər. A minus 3 buradan gedər. Sadəcə A plus 3 qalar. Bu da edir D variantı. 39. Sonsuz dövrü çevirin. 45'te 26. Bunu təbii ki 26'ı bölə-bölə də gedə bilər. Amma ən rahatı nədir? Məxrəci 2'yə vursaq sürətlə birlikdə. Onlar da 90'da 52. Bax gör hansı variantı 90'da 52 edir? Yəni bütöv ədəddən öndəki ədədə çıxanda 52 qalar. 56'dan 5 çıxsa 51, 36'dan bu ümumiyyətlə kiçikdir. C variantı. 57'dən 5 çıxsa, bunu 90'da 57 çıx 5 yazsaq, 90'da 52 alınır. 40-cı sual. Məhsulun qiyməti əvvəlcə 20% azaldı. Deməli, məhsulun qiyməti 100% idi. 20% azaldı. Qaldı nə qədər? 80%. Sonra yeni qiymət 10% azaldı. O zaman 80'dən 80'in 10%'ini çıxırıq. 80'in 10% nə qədər edir? 8 qalır 72%. İndi yekunda nə qədər azaldı? Yəni yeni qiymət azaldı deyəndə o zaman son qiyməti vururuq da. 100'dən də 72'ni çıxaraq qalar 28%. D variantı. 41. ACB bura 54'dür. ADB bura 82'dir. Bizə deşə bir də bunlar bərabərdir. Bərabərdirsə o zaman bura alfadırsa bura da alfadır. O zaman bura da alfa olacaq. Başqa görək nə tapa bilərik. O zaman bura alfadırsa bunun qonşusu 180 çıx alfadır. Burada 180 çıx alfadır. Bura 82'dirsə bura 98'dir. Böyle bir dörtbucaqlı kimi baxsaq, bu dörtbucaqlının daxili bucaqlarının cəmi 360 edir. O zaman 180 çıx alfa. Üstə gəl yenə 180 çıx alfa. Üstə gəl 98 54. 98 üstə gəl 54. Bərabərdir 360'a. 180'dən 360'a oy islah olub gedər. Bunlar islah oldu getdi. Qaldı nə? Mənfi 2 alfa bərabərdir. Plus daha doğrusu 152 0. O zaman alfa bərabərdir 76. İndi alfa hara tapdıq? Buranı 76 tapdıq. O zaman burada 76'dır. Bura 76'dırsa o zaman buradakı bu üç bucağın burası da, yəni o üç bucağı ayrıca çəkək. Yəni burada 76, bura 82. Bizdən buranı soruşur deyəsən. C, B, Y. Bəli. 76 ilə 82'nin cəmi neçə edir? 158. O zaman burada üç bucağın daxili bucaqlarına görə 22 dərəcə qalar. A variantı. 42. Hündürlüyü 6 kök olan bərabər tərəfli üçbucağın perimetrini tapaq. Hündürlüyün düsturu nədir bərabər tərəfli üçbucaqda? H bərabərdir A kök 3 bölü 2. Bu da bərabərdir 6 kök 3'ə. Kök 3'ləri ixtisar aparsaq, o zaman A bölü 2 6. A nəyə bərabərdir 12'yə. Bizdən perimetr soruşur. 3A da bərabər olacaq 36'ya. Bu A variantı. 43, 44. Baxaq, görə 43'də nə deyir? A və B çoxları üçün B A-nın daxilindədir. Deməli, B A-nın daxilində. Burada bir B çoxluğu var, bütövlükdə A-dır. A-nın 5 elementi var, B-nin 4 elementi var. B çıxanı soruşur. B-dən biz A-nı bütövlükdə götürsək B nə qalacaq? Heç nə qalmayacaq. Çünki B A-nın daxilindədir. Alt çoxluq olanda kiçik elementdən böyüyünü keçirək, çıxanda qalır boş çoxluq. Çünki hamısı çıxıb gedir. Ortaqların hamısı gedir. Belə düşünün ki, A elementində 1, 2, 3, 4, 5 var. B elementində 1, 2, 3, 4 var.
Biz B-dən A-na çıxanda birlər getdi, ikilər üçlər, heç də qalmadı. Yəni B-də heç də qalmadı. B çıxar dediyinə görə. 44. Perimetr 35 olan AB cüt bucağında BT təyin böləndə AB 12-dir. AT 8-dir. AC tərəfinin uzunluğu tapın. Buranı da bilmirik biz B və C desək. O zaman təməlin əsas xassəsi nədir? 12-nin 8-ə nisbəti, B-nin C-yə nisbəti. O zaman 12C bərabərdir 8B. İxtisar aparsaq 3C bərabərdir 2B-yə. O zaman C bərabərdir 2K, B də bərabərdir 3K. Yəni biz bura 2K, bura isə 3K deyirik və yekun perimetr 35-dir. Toplayarıq. O zaman 12 plus 3K plus 8 plus 2K beraber de 35'e. O zaman 5K 15K 3. Bizden AC'ni soruşur. O zaman AC de beraberdir 8 plus 6. Bu dediğim 14. 45. Ama ben ötədələri üçün A kvadrat plus AB 17'dir. Bizim bu ifadəni sadələşdirmək istəyir. O zaman bizi sadələşdirək. Görək bu yekundan necə eləyəcək. Baxıb görüm ki, A plus B ilə ortaqdır. A plus B-nin mötərizə xaricini çıxartsam. Nə qalar içəridə? A açıq 2C plus 2C. Bir dənə diqqətlə baxaq. Buradan A plus B-ni çıxartsaq, A açıq 2C plus 2C. Və bunlar da buradan islah olar. İslah olar. Ee, Görə nə eləyəcək sonda? Qalacaq A plus B vurulsun A. Bu da eləyəcək A kvadratı plus AB. Hə, burada bir dənə plus B də var. Plus B. Mən də A kvadrat plus AB-nin yerinə B 17-ni yazsam, cavab olur 17 plus B. Axı ədəddir, natural ədəddir. Biz o zaman A-nı burada mötərizə xaricə çıxarsaq 17. Natural ədədlərin hasılı 17-dirsə bu necə ola bilər? Ancaq sadə ədədlər olanda olardı. Əgər 17 sadədirsə onu vuruqlardı. Yəni 1 vurulsun nəsə kimi göstərilməlidir. O zaman A-ya 1 desək, A plus B onda olur 17. O zaman A plus B 17-dirsə, onda B də bərabərdir 17 çıx 1, A-mız 1 olduğuna görə. Bu da edir 16. Bəssalam. İndi A kvadrat plus AB-nin cavabını bilirəm 17. Yekunda da ifadə olacağına 17 plus 16. Bu da edəcək 33. Belə maraqlı bir həll var idi. 46 cədvəldə 5 nəfərdən ibarət turist qrupunda olan turistlərin boylarının uzunluğu və sayıları haqqında məlumat verilib. Orta boyu tapmaq nə deməkdir? Deməli, saylarına vurub toplamaq, sonda saylarının hansı cəminə bölmək. O zaman 1 vur 165, 165. 1 vur 168, o da 168. Ee, Belə 1 vur kimi yazaq. Plus 2 vur 172, plus 1 vur 173. Bunu da sonda da bölməliyəm necə? 1 üstə gəl, 1 üstə gəl, 2 üstə gəl 1-ə. İndi bunu da hesablayaq görək neçə eləyir. Ee, Demək 165 ilə 173-ü toplasaq, e, 338 eləyər. 168-i 2 dənə 2 vur 172-ni biz 172 plus 172 kimi parçalasaq. 172 ilə bir burada 168 ilə birləşər, olar 340. Üstəgəl 172. Bölünsün 5. Bunu biraz da sadələşdirsək, 338 ilə 172-ni toplasaq, eləyər 510. 510 ilə 340-ı toplasaq, 510, 340, 850. 850-ni də 5-ə bölsək, eləyər 170. Əgər hardasa bir mexaniki səhv getməlisəm. 17-ci sual isə rəqəmli sual 4-dür. Deməli, bunun ən yaxşısını eləyərik, sadə rəqəmlərlə parçalayaraq. Yəni 8-i sadə vuruq kimi göstərirəm. 2-nin kubunun üstü 4. 12 daha doğrusu. Bunda 5-in kvadratının üstü 15. Biraz da sadələşdirsəm, 2 üstü 36 vur. 2 üstü 30. 5 üstü 30. Bunu da 2 üstü 6 vur. 2 üstü 30 vur. 5 üstü 30 parçalasam. Onlar 2 üstü 6 vur. Bura 2'dir.
10 üstü 30 olan. 2 üstü 6 64 vur 10 üstü 30. 64'ü 30 dənə 10'a vurmaq nə eləyir? 64 yanında 30 dənə 0. Toplam bu ədəd neçə rəqəmli eləyir? 2 rəqəm burada. 30 da burada. Toplam deməli 32 rəqəmli bir ədəd eləyəcək. Deməli cavab neçə oldu? 32. 48 x, y, z sadə ədədləri üçün x, y 1'dir. Sadə ədədlərdə nə vaxt fərq 1 olur? Hökmən ardıcıl olmalıdır. Ardıcıl sadə ədədlərdə 3 və 2'dir. O zaman x'imiz olur 3, y'imiz olur 2. Aparıb yerinə yazsaq, 3 vur 2 vur z bərabərdir 78. Z də bərabərdir 78 bölü 6. Dedir 13. Bəli, hər biri sadədir. İndi x plus 2, y plus z istəyir. X'imiz 3, y'imiz 2 vur 2 olacaq 4. Üstə gəlib 13. Bu da içində eləcək 20. 49 bərabər yanlış bucağında AB və bərabərdir BC-yə. Aha, deməli bunu oturacağına bitişik bucaqlar bərabərdir. Daha sonra BD perpendikulyardır. Yəni bura 90'dır. ADB 60'dır. Bura 60'dırsa o zaman bura 30'dur. Bura 30'dursa o zaman burada 30'dur. O zaman bura 120'dir. Bura 120'dirsə o zaman burada yine 30'dur. Kısacası bunlar da öz arasında bərabər yanıt bu hissə. Ne bərabər yanıtsa bura mən bura A deyərəm. Biz bilirik ki, əslində belə bir sadə bir qaydamız var. Belə bir 120 olan bərabər yanlış bucaqda 30-30 120 olanda bura A, bura A'dırsa bura həmişə A kök 3'dür. O zaman bura bütövlükdə A kök 3'dür. Bütövlükdə. İndi bu isə tərsinədir. Bir də bu tərəfə baxsaq, bura A'dır. Bura 30-30. Bura 120'dirsə, o zaman bura A bölü kök 3. Bura da A bölü kök 3'dür. Yani daha doğrusu böl. O zaman A kök 3 bölü kök 3 bölü yaza bilərik. O zaman bu hissə olacaq A kök 3 bölü 3. O zaman bu hissəyə nə qalacaq? Bu hissəyə A kök 3 bölü 3'ü A kök 3'dən də çıxıram. Yəni bütövdən çıxıram bura. Yəni x-i tapsam x bərabərdir A kök 3 çıxılsın A bölü kök 3. Və yaxud A kök 3 bölü 3. Elə yazaq. A kök 3 bölü 3. Ortalığı gətirmək rahat olsun. Bunu da 3'ə vurub bölsəm. Onlar 2A kök 3 bölü 3. Heç mənə o lazım deyil. X-i tapmaq lazım deyil. Bizdən başqa bir şey soruşur. AB bölünsün. DC. Üst olan. AB'miz nədir? A. Bu da A kök 3 bölü 3. O zaman A'nı A kök 3 bölü 3'ə bölsəm, A'lar ixtisar gedər, qalar 1 bölünsün kök 3 bölü 3. Bu da eləyər elə kök 3. Mesela bize heç bu tərəf lazım deyil. Ben AD bölünsün kimi düşündüm. Ama sonra gördüm ki orada AB bölünsün C diye verim. Hiç bura önemli değil. Mesela hiçbir Pifagora girmeden ancak sade bir bildiğimiz qayda ilə yaza bilərik. 50. ABC bucağının nadir təpələrindən çəkilən medianlar qarşılıqlı perpendikulyardır. Yəni bura 90'dır. Ve medianların uzunluğu uygun olarak 9, 12'dir. Yani burada bütöv 9'dur. Burada 12'dir. Medianlar da biz bilirik ki 2'nin bir nisbətinə bölünür. O zaman 3x 9'dursa x'e düşür 6. 3 2x'e düşür 6. O zaman belə çıxır ki bu hissə 6'dır. Eyni qaydada 12'ye bərabərləsəm x alınır 4. 2y alınır 8. O zaman burada alınır 8. O zaman düzbucaqlı üçbucağın qaydasına görə 6, 8-dirsə, onda bu üçbucaq olacaq 6, 8, 10. Və düzbucaqlı üçbucağın da təpədən çəkilən bu nə idi? Hündürlüyüdür. Hardan bildim hündürlüyüdür? Çünki təpədən çəkib bərabər tərəfli üçbucağın medianı həm də hündürlüyüdür. Hündürlüğün uzunluğu neye beraber olur? Hipotenuzun yarısına 5. Şimdi bura 5'dirsə BO da 10'dur. Yani 2 vur 5'dir 2 misli də. 2 bir nisbətinə görə. O zaman yekunda BN neye bərabərdir? 5 ilə 10'un cəmi eləyəcək 15. 51 sinifdəki şagirdlərin 40%-i Alman dili, 80%-i ingilis dili öyrənir. Deməli, sinifdəki
40% Almandır, 80%, amma yeşil 100% olmalı daha. Biz bunları toplamda 120 edir. O zaman o artıq hissə mərkəzə düşür, yəni kəsişməyə düşür. İndi 20% kəsişmədirsə, yəni hər iki dil bilirsə, hər iki dili biləndə 5 nəfərdir. O zaman 20% olur 5. Sinifdə neçə şagird var? 100% nə qədərdir bəs? Bu da x. Yüksək tapsam tənasüblə həlləsin. Bu 5 dəfə artarsa, bu da 5 dəfə artar. Olar yekunda 25. 52. Deməli, yuxarı biz buradan belə B-ni istəyir. Bu da A verir. Hə, A-nı buradan tapırıq, gətirib bura qoyuruq, sonra B-ni tapırıq. Maraqlı sual. Baxaq. Yuxarı vuruqlarını ayırıram. Hansıda 6 cəmi 5, hansı ədədlərdə 3 və 2. O zaman biz bunu x çıx 2 vurulsun. X çıx 3 böl x çıx A bərabərdir x çıx 3 yazarıq. X çıx 3-lər ixtisar gedər. 1-ə bərabər olar. Kəsri nəyə bölsən 1 eləyir özünə. O zaman x çıx 2 bərabərdir x çıx a-ya. X-lər də islah gedər. A bərabərdir 2. A-nı tapdıq 2. İndi bu A-nın 2 qiymətini gətirib burada yerinə yazırıq. Bu dəfə tərsi. Hasılı mənfi 15 cəmi 2 ədədlərini götürməliyik. Hasılı mənfi 15 cəmi 2. Bu 5 və mənfi 3-dür. O zaman deməli yuxarının kökləri nə olacaq? X çıx 5, x plus 3 bölünsün x çıx b bərabərdir x çıx 5-ə. X çıx 5-lər buradan gedər. O zaman x plus 3 x minus b-yə bərabərdir. X-lar da gedər. Mənfi b 3-dürsə, b də mənfi 3-dür. Bu sualın 52-ci sualın cavabı mənfi 3. 53-cü sual Euler-Venn diaqramı 4x. Aha. Hə, bu vuruqlardan biri verilib. İndi A-nın vuruqları nədir müxtəsərdə? 2x çıx 3, 2x plus 3. 2x çıx 3 buradadırsa, deməli 2x plus 3 buradadır. Eyni şəkildə C-nin vuruqları biri x çıx 3-dürsə, digəri x plus 4-dür. Hardan bildim? Mənfi 3 nəyə vursam, mənfi 12 eləyər. Və müsbət 4-dür. O zaman x plus 4 də buradır. Bizdən A plus B plus C plus D-nin qiymətini tap deyir. A plus B plus C də burada da vuruqlardır. Deməli o zaman biz gedib bunları bir-bir vurmalıyıq. 2x plus 3-ü vururuq x plus 1-ə. Bunu da vururuq x plus 4-ə. Baxıb görürüm ki, A plus B plus C plus D nədir? Əmsalların cəmidir. Əmsalların cəmini tapmaq üçün x-in yerinə 1 yazmamız kifayət edəcək. O zaman A plus B plus C plus D bərabərdir. 5 vur 2 vur 5. Bu deyəcək 50. Ya da bir-birini vurub açıb sadələşdirib təkrar əmsalları toplamaq olar. Sonra keçək növbəti suala. 54. Baxıb görürük ki, belə bir şəkil verib x tapın deyir. Bura 90-dır, bura 120. Bu belə bir qayda keçmişdir ki, bu üçünün cəmi 360 olmalıdır. O zaman 2x plus 10 plus 120 plus 90 bərabərdir 360-a. O zaman 2x bərabərdir 360 çıxılsın 220. O zaman x alınır 70. Bəs sola bitdim. 55. Deməli, A nəyə bərabərdir? 5K-ya, B 4K-ya, C 7K-ya. Aparıb 2 vursun A-nın kvadratı. A-nın yerinə 5K yazsaq, olacaq 25K kvadratı. Üstəgəl B-nin yerinə 4K yazsaq, 16K kvadratı plus 49K kvadratı. Bərabərdir 460-a. 50, 66, 115K kvadratı. 460. Ona K kvadratı 4, K da 2-dir. Göstərəm, K 2-dirsə o zaman A 10-dur. B 8-dir, C də 14. Bizə nəyə soruşur? 2A. 2A-mız neçə eləyir? 10 qıraqda hesablayaq. 2 vurulsun 10. 20. Üstə gəl 3B. 3 vur 8. 24. Üstə gəl 4 vur 14. 56.
24'ü toplasaq bölsək 80, o da 20. Yekunlu cavab neçə eləyər? 100 eləyər. Bu da bugünkü 10-cu ipoteka suallarının izahı. Kanala izləyib abunə olmağı unutmayın. Eyni zamanda yoldaşlarınızla sualları paylaşmağı unutmayın. Sağ olun. Gələn sınaqlarda görüşənədək.